Salam, hörmətli əməkdaşlar, hər birinizi xoş gördük. Mən Cəfərli Turanə, ixtisasım biokimyaçı, diyetoloq və nutrisioloqdur. Sabira Wellness şirkətində artıq bir ilimiz tamam olacaq. Yaxın günlərdə təlimçi ekspert kimi çalışıram. Hər həftə bilirsiniz ki, yəni bilməyənlər üçün də, yeni qoşulanlar üçün də hər həftə təlimlərimiz olur. Təlimlərimizin mövzusu həm yaxın günlərdə ətraf mühitimizdə baş verən hadisələrlə, ümumi bədəndə baş verən proseslərlə və ən önəmli məhsulları bu prosesdə biz necə istifadə etməliyik və mexanizmi öyrənməkdir. Və bugünkü təlimimiz də ilk Ramazan gününə düşdüyü üçün mən xüsusi sevinirəm ki, bu mübarək ayın ilk günündə biz sizinlə birlikdədik. Aralarınızda oruç tutanlar varsa hər birinizin orucunu Allah qəbul etsin. Nə niyyətləri varsa da hər biri inşallah yerinə yetsin. Ramazanı insanlar çox fərqli düşünürlər. Yəni oruç tutmaq prosesindən söhbət gedir. Yəni yeməkdən, sudan bəzən olur ki, insanlar uzaq qalmaq istəyirlər. Bəzi insanlar arıqlamaq məqsədindən tuturlar. Bəzi insanlar dini tərəfdən də amma fərqlidir. Lakin burada bir dənə ortaq məxrəc var ki, Ramazanda ümumiyyətlə bir təmizlənmə və bir yenilənmə, bir adaptasiya devridir. Və bunu da əlbəttə ki, biz düzgün dəyərləndirməliyik. Çünki Ramazanda bəli, dəri açıla bilər, rəng tonu açıla bilər, lakin dəridə bəzi proseslər var ki, onu biz bilmədən, məsəl üçün Ramazanın axırına yaxın biz baxırıq ki, bizim dərimizdə fərqlilik hiss olunur. Və daha çox nə görürük? Daha çox Ramazanda dəri qurumasını görürük. Bundan əlavə də rəngin solmasını görürük. Gəlin baxaq nə olur ki, bu proses baş verir. Demək, Ramazan zamanı bədən də demək 12-16 saat susuz qalır. Yəni 16-12 saat susuz qaldıqda artıq bədən rejimini dəyişir. Rejim dəyişdikdə, yəni burada elektrolit balansı, keçən təlimdə də demişdim ki, bizim bədənimizdə elektrolit balansı var ki, bunlar bizim üçün çox önəmlidir. Hüceyrə daxili, hüceyrə xarici olan suyun bir-birinə keçid etməsidir. Və buna elektrolit balansı deyir ki, hansı ki bunlar bir çox vitaminlər nəticəsində, yəni bu proses baş verir. Və bu susuz olan bir zaman, yəni sərbəst maye olmadığı zaman bu elektrolit balansı bitir, balansı dəyişir. Artıq hüceyrə suyu saxlaya bilməmə qabiliyyəti burada prosesi meydana gəlir. Bundan əlavə qlikoza artıq bədən qlikozanı istifadə edə bilmir. Yəni istədiyi kimi qlikozadan enerji ala bilmir. Və bu da bizim insulin ritminin fərqli olmağına, kortizolun yüksəlməsinə də gətirir, çıxardır. Və ilk olaraq burada reaksiya verən bizim dərimiz olur. Çünki dərimiz bizim ümumi olaraq prioritet orqanımız deyil. Yəni bədəndə bir dəyişiklik baş verirsə də, beyin ilk olaraq həyati vacib orqanları qorumağa çalışır. Yəni bu nədir? Ürəkdir, bu bizim beynimizdir. Dəri isə ikinci plana keçir. Əlbəttə ki, bu da bizdə bir matlıq kimi üzümüzə və yaxud da quruluq kimi, soğuqluq kimi büruzə verir. Orucun ilk günündə nə baş verir? Orucun birinci günündə, yəni bu gündən söhbət gedir. Hər biriniz diqqətli olun. İlk olaraq biz yəni imsaka durmuşuqsa da bir 4 saat, 5 saat yəni bədəndə olan həmin qida maddələrindən bədən enerji alır və ümumiyyətlə parçalanma prosesi gedir. Artıq 4-5 saatdan sonra orqanizm keçir enerji almaq üçün qaraciyarımızda olan qlikogen ehtiyatına. Və bu qara ciyərdə olan glikogen yavaş-yavaş bədən onu demək enerjiyə çevirdikcə bizdə halsızlıq və ümumi olaraq baş ağrısı kimi proseslərlə üzləşirik. Və bu zaman nə olur? Kortizol çox yüksək olur. Əlbəttə ki, biz stresli ola bilirik və hüceyrələr enerji qənaət rejiminə keçir. Dəri demək bu prosesdə dəridə nə baş verir? Dəri hüceyrələrində su və enerji baxımından azalma ilk burada gedir. Çünki proses olaraq su yoxdur, sərbəst maye yoxdur və hüceyrə arasında su mayesi başlayır azalmağa. Çünki istəyir ki, ümumiyyətlə bədən yaşasın. Bizim orqanizmimiz elə qurulubdur ki, yəni bizim bədənimiz demək olar ki,
Yəni son damlasına qədər çalışır ki, orqanizmdə nə varsa, bütün depolar varsa hər birini istifadə etsin və bədəni yaşatmağa çalışır. Və burada da eyni, yəni proses olaraq ilkin olaraq və bu günü bizim dərimizdə nə ola bilər? Bir dartınma hissi kimi, gərilmə hissi kimi hiss edə bilərik. Əslində bu normaldır. Yəni dəridə heç bir problem baş verməyibdi. Çünki birinci gün dəri adaptasiya olmağa çalışmır. Əslində yeni bir formatı görür və dəngesini itirir ki, mən indi nə edəcəm. Bəs ikinci, üçüncü gün proses olaraq nə baş verir? İkinci, üçüncü gün bədəndə artıq orqanizmdə yağ oksidasiyasına keçir. Yəni yağların oksidləşməsini görürük. Bu nə deməkdir? Demək artıq bədən buna alışır ki, bədənə qlikoza gəlməyəcəkdir və enerjini qlikozadan ala bilməyəcəkdir. Artıq burada bizim bədənimizdə olan yağlar başlayır parçalanma, yəni oksidləşməyə başlayır. Və bu zaman keton cisimlər yaranır. Yəni o yağların oksidləşməsi zamanı keton cisimlər yaranıbdır. Hətta bəlkə də eşitmiş də olarsınız, ketojenik dietdə yağlarla bəsləndiyi üçün insanlar bu keto cisimləri görürük və bu da bizə dərimizdə üz quruması kimi yenə də proseslərə gətirir, çıxardır. Səbəb nədir? Səbəb keton cisimləri bizi CD ifrazını artırdığı üçün yenə su itkimiz burada bizim azalır. Yəni bu keton cisimlərinin sayəsinə görə və elektrolit itkisi də olduğu üçün dəridə daha çox matlıq hissini biz görə bilirik. Və ən önəmli burada insulin azalmağına azalır, yəni yaxşı təsir göstərir. Lakin keton cisimlərdə də burada diqqətli olmalıyıq ki, həddindən artıq çox keton cisimlərimiz olmasın. Sonra 5-ci gün artıq bədən adaptasiya olur. Yəni bu rejimə, bu ketoz rejiminə artıq bədən öyrəşir. Lakin burada bir dənə əsas məqam, yəni mütləq bizim fokuslanacağımız məqam su balansımız olmalıdır ki, burada hələ də dəyişkənlik olmayıbdır. Yəni burada artıq natrium, maqnezium, kalium balansı əsas rol oynayır. Yəni bunların azlığını gördüyü zaman bədəndə istər-istəməz həmin bu həm halsızlıq, həm baş ağrısı, həm də su tutma qabiliyyəti, ən önəmli hüceyrələr arası su tutma qabiliyyəti zəifləyir. Və bundan əlavə bu su balansı dəyişmədiyi üçün hüceyrə içərisində olan o su tutma qabiliyyəti zəiflədiyi üçün və dəri baryeri zəifləyir. Bizim dərimizin üst qatımız hidrolipid qatdan ibarət. Hidrolipid nədir? Yəni su və yağ tərkibli bir qatdan ibarətdir. Və bu proses də pozulanda həmin bu baryer pozulur. Əslində oruçluq zamanı dəridə hansı proses baş verir? Sırf olaraq baryer zəifləyir. Yəni rəng açıla bilər, bizim tonumuz arta bilər. Çünki bu toksinlərimiz artır. Lakin baryer zəifləməsi burada çox önəmlidir. Və ona görə də burada bizim fokuslanacağımız proses bizim su tutma qabiliyyətinin zəif olması və ən önəmli baryer zəifləməsidir. Sonra Ramazanda bəs solğunluq niyə olur? Demək, bunun səbəbləri var ki, məsəl üçün dəri dartılması, solğunluğu nədən yarana bilir? İlk olaraq biz dedik ki, birinci səbəbi ondan ibarətdir ki, uzun saat su qəbul olmayanda bizim plazmamızda su həcmi azalır, dəri susuz qalır. Birinci səbəbdir. Bunu yəni indiyə nə qədər də dedik. İkinci səbəb nədir? Sebum azalır. Sebum dedik ki, bizim dərimizin əsas yağ balansıdır, lipid balansıdır. Və biz aşağı kalorili qidalar yedikdə, hətta bəzi insanlar var ki, bunu yəni Ramazan ayı arıqlamaq məqsədindən daha da qidaları azaldırlar. Yağ balansları normal olmur rasionalda. Yəni kalori qısıtlanır. Bəzən istədik, istəmədik. Və burada kalorinin az olmağınla yanaşı bizim burada sebumumuzda azalma da görülür. Yəni yetərincə bizə bədənimizə yağ turşuları qəbul etmir. Və kalori azaldıqda lipid də sintezi azalır və yenə də bizim dərimizdə qoruyucu qat zəifləyir. Yəni bunun da ikinci səbəbləri ondan ibarətdir. Elektrolit itkisi çox önəmlidir. Yəni hər kəsin biləcəyi ən önəmli, yəni insanlara bizim anlatacağımız əsas proses elektrolit itkisidir. Xüsusilə bizim baş ağrımızda həmin bu elektrolit itkisi yaşadığı üçün bizim demək olar ki,
pis keçirməyimizin səbəbi bu ola bilər. Məsəl üçün bəzi görürsüz ki, hipertoniklərə deyirlər ki, sizə oruç tutmaq olmaz. Səbəbi bu elektrolit itkisinə görədir. E, Burada demək xüsusilə elektrolit itkisində maqneziumdan sink mineralı azalır. Yəni xüsusilə bunlar azaldıqca hüceyrə regenerasiyası, yəni hüceyrəmizin yenilənməsi, dərimizin yenilənməsi də zəifləyir və qan axını azalır. Niyə? Çünki su olmur. Sərbəst maye bizim qan axınımızda olmadığı üçün bizim mikrosirkulyasiyamız zəifləyir. Qan qatılaşan zaman burada periferik damar sıxlaşması gedir və bu da bizim dərimizin daha mat görsənməyimizə, enerjisiz görsənməyimizə, hətta gözaltı qaraltılara qədər gətirir, çıxardır. E, Dəmir B vitamini çatışmamazlığı çox olur. Çünki yemək bəzən bilmədən bir insanın hətta dəmir defisiti ola da bilər və bu insan oruçluq zamanı bunun itkisini daha da çox yaşaya bilər. B vitamini xüsusilə bizim gündəlik rasionlarımızda olan bir vitamin olduğu üçün və həddən artıq bizə çox lazımdır. Çünki B vitamini demək olar ki, sinir impulslarında əsas rol oynayan vitamindir. Və bunun olmaması da oksigenin daşınmasını azaldır, əzələlərimizin belə inkişafının azalmasına gətirir, çıxardır. Və onun üçün biz nəyə fokuslanmalıyıq ilk növbədə? Bizim dərimizdə hansı proses baş verir? Lipid azalır. Yəni bu hidrolipid qatımız azalır. Hüceyrə suyu saxlaya bilmir. Yəni biz yetərincə su içə bilərik, yəni iftarda, imsakda. Lakin hüceyrə içi olan mayenin saxlanma qabiliyyəti azalır. Elektrolit azalır ki, hansı ki bu elektrolit bizim üçün çox önəmlidir və bunlar da hüceyrə yenilənməsində baş verir. Və ona görə biz önəmli fokuslanacağımız məqam dəri baryerini gücləndirməliyik, qan axınımızı gücləndirməliyik və ən əsası isə ümumi olaraq dəri həssaslığını aradan qaldırmalıdır. Bütün il boyu götürdükdə dəri ən çox Ramazan ayında həssas olur. Yəni oruç tutan insanlardan söhbət gedirsə də burada əlbəttə ki, ən həssas devri Ramazandır. Çünki dəri yetərincə qidalanmadıqda, baryer zədəlikdə hər bir şeyi həmən qəbul edə bilər. Bir bakteriya olsun, bir sızanaq olsun belə. Hətta oruçluq zamanı üzdə səpkilərdə olmanın səbəbi toksinlərin bədəndən çıxmasıdır. Əgər bu üzdə olan bir hansısa bir sızanaq bizim baryerimizdə mikrobiom normal olmadıqda, bu əlbəttə ki, yəni sırf dərimizdə olan o mikrobiom immun sistemin zəifliyi ilə əlaqəli daha da şiddətlənib bizim üst səpkimizə gətirə bilər. Və ona görə əgər biz bu Ramazan devrində protokol təyin ediriksə də mütləq nəyə fikir verməliyik? Yəni bilməliyik ki, bizdə dehidratasiya prosesi var, yəni su itkisini prosesi, lipid itkisi var, mikrosirkulyasiya zəifdir, bir də stress hormonu yüksəkdir. Yəni bu dörd mexanizm bizim hər gün bədənimizdə baş verir. Yəni bunları biz nəzərə alaraq bu şəkildə protokol yazmalıyıq və insanlara da bu şəkildə başa salmalıyıq ki, sən istədin, istəmədin, sənin lipidin azalır, su tutma qabiliyyətin azalır, qan dövranı azalır və stress hormonun çox yüksək olur. Və ona görə də protokol təyin edərkən mütləqdir ki, SPF olsun. Yəni bütün ən çox da səhv edilən məqam budur ki, oruçluq zamanı insanlar SPF qətiyyən istifadə etmirlər. Və ən önəmli inanın ki, bizə lazım olan devirdə SPF-lər buradadır ki, mütləq kremlərin tərkibində olan SPF-lərdən biz istifadə etməliyik. Daha güclü antioksidantlar verməliyik dərimizə və ən önəmli, dəri çox həssas olduğu üçün qətiyyən sərt yuma gellərindən istifadə etməyik. Turşuluq dərəcəsinə baxılmalıdır. Və yenə deyirəm, təlimin sonuna qədər də deyəcəm, baryeri qorumalıyıq. Baryer qorunmasaq biz bir çox proseslərlə üzləşə bilərik. Və məhsullara gəldikdə mütləqdir ki, biz dedik ki, üz yuma geli, yəni artıq bu rutinimizdə olmalıdır. Necə biz bəzi, məsəl üçün, qida əlavələrini həyat rutinimizə daxil etmişik. Məsəl üçün, maqneziumdur, sinkdir. Artıq insanlar bunu normal, yəni lazım olan bir qida əlavəsi kimi tanıyır. Və mən istəyirəm ki, bir ekspert olaraq, bir biokimyaçı olaraq, yəni mütləq bir dəri eksperti olaraq deyirəm ki, üz yuma gelləri, üz yuma köpükləri bizim rutin həyatımızda olmalıdır. Yəni yaxşı nəticə almaq istəyiriksə də. Və onun üçün də burada məsləhət verəcəyimiz, tövsiyə edəcəyimiz
geyimiz, önəmli üz yuma geyimiz laktik asiddir. Laktik asid çox aşağı konsentrasiyalı yumşaq bir geldir və tərkibində aloe da olduğu üçün həssas dəriyə çox antiinflamator təsir göstərərək çox yüksək bizə effektlik verə bilər. Və əlavə mən yenə dedim ki, mikrobiom zəif olduğu üçün bizə elə bir məhsul lazımdır ki, onun tərkibində probiotik, prebiotiklər olsun ki, və bunlar da mikrobiomu balanslaşdırsın. Və Ramazanda ümumi olaraq bu məhsulun rolu çox böyükdür və demək olar ki, bizim üçün çox uyğundur. Və görürsünüz ki, bu bizim Exprada Platinum Biomela seriyasından olan, üzrlü sayın, demək stop serumumuzdur ki, Stop Zinc serumumuzdur. Bunun görürsünüz burada da yazmışam, çox uyğun, yəni hədsiz dərəcədə uyğun bir məhsuldur bu devirdə, yəni bu orucluq zamanı. Gəlin səbəblərinə baxaq. Biz dedik ki, bizim dərimizdə 4-5 proses baş verir ki, və bu 4-5 prosesi biz mexanizmi qarşısını almalıyıq. Və bu serumun tərkibindəki olan maddələr, demək, aktiv maddələr nə edir? Baxın, bəzən düzdür, niatinamid də deyirik, gialuron turşusu da deyirik və vitamin C də deyirik, probiotik də. Bunlar hər biri öz yerində. Lakin insanlar məsəl üçün istəyir ki, bir növ məhsul alsınlar və bu prosesi ümumi olaraq qarşısını alsınlar və o zaman bu məhsulu seçirik. Səbəbinə gəldikdə, demək bu məhsulun tərkibində niatinamid var ki, hansı ki niatinamid o hüceyrə içi transepidermal su itkisi var. Yəni su saxlama qabiliyyəti azaldığı üçün niatinamid onu orada dəstəkləyir. Bundan əlavə biz dedik ki, demək, mexanizm olaraq oruçluqda bir prosesin qarşısını aldıq. Sonra squalene var ki, squalene bizim lipid bariyerimizdir. Yəni squalene özü bizim dərimizdə, sebumumuzun içində olan bir maddədir ki, yəni bunun da tərkibində var. Artıq bu bizim dərimizə tətbiq olunanda artıq dəri onu öz lipidi kimi görür. Və ona görə də artıq biz burada lipidimiz zəifləyir və bu maddənin tərkibindəki olan bu aktiv maddə ilə biz lipidimizi bərpa edirik. Gialuron turşusu var, yəni əlavə olaraq gialuron turşusu bəzən gialuron turşusunu insanlar bizdə nəmlənmə prosesi kimi başa düşürlər, lakin bu belə deyil. Gialuron əsas işi hüceyrə arasında suyu saxlayıb, yəni necə deyirəm, süngər kimi saxlamaqdır, özünə çəkib saxlamaqdır. Və bunun da tərkibində yenə gialuron turşusu var. Əlavə fermentlər var, hansı ki, dedik ki, bizə lazım olan probiotiklər, prebiotiklərdir və ən önəmli demək bunun tərkibində olan laktokokus fermenti var ki, bu sırf bizim dərimiz üçün həmin bu mikrobiomu dəstəkləyir. Və əlavə yenə vitamin C var ki, həmin oruçluq zamanı bu soğuqluğu aradan götürmək üçün. Yəni bunu əgər məsəl üçün ayrılıqda gialuron və yaxud da niatinamid serumu istəməyən bir insan varsa da, məsələn ümumi bu məhsulu hər birinə tövsiyə edə bilərik və ona görə tərkib baxımından çox uyğun olan, çox mükəmməl bir serumdur və hər biriniz də bunu həmin o mən ilk təlimə başlayanda mexanizmi hansı ki anlatdım, o mexanizmi stoplamaq üçün bu serumdan istifadə etmək uyğun olar. Mən dedim ki, SPF çox önəmlidir və insanların daha çox səhv etdiyi devirdə, yəni proses bu devirdir ki, SPF istifadə etmirlər, məhsul istifadə etmirlər. Baxın, dəri o qədər həssas olur ki, hətta günəş şüaları normalda belə günəş şüaları dəri qəbul etdiyindən daha tez qəbul edir. Yəni bizim üzümüzün qırışmasına səbəb daha bu oruçluq zamanı daha tez bu proses baş verir. Və bunun üçün də, yəni bu devirdə həssas olduğu üçün də SPF çox önəmlidir. Və tərkibindəki SPF çox müasir bir filtrlərdən ibarət olan bir SPF-dir ki, hansı ki, iki cür günəş şüasını hər birini qarşı bir filtr yaradır. Yəni müasir standartlara uyğun bir filtrlərdir və stabil formadadır. Yəni dəridə heç bir qıcıqlanma, reaksiya vermir. Tərkibində ən önəmli etil askorben, stabil vitamin C var. Yəni burada stabil vitamin C bütün dəri tipinə gedən vitamin C-dir. Yəni turşu deyil, yumuşaq forması olduğu üçün də çox tərkibi güclü komponentlərdən ibarətdir.
Yəni əlavə bunun tərkibində qlitserin var və hidroksil urea var ki, hidroksil urea belə qorxulu bir şey deyil, qorxmayın. Lakin bunun da əsas işi molekuldur. Həmin hüceyrə arasında mayenin saxlanma qabiliyyətinə malikdir. Yəni əsas işi hüceyrə arasında olan mayeni saxlayır. Yəni buxarlanmağa qoymur. Qliserin də həmçinin həm mayeni saxlayır, həm də bizim o mayeni dərimizin üst təbəqəsinə qədər qaldıra bilir. Yəni ümumi dəridə su saxlayaraq nəmləndirməni artıraraq həmin bu transepidermal su itkisini bu krem vasitəsilə həm azalda bilərik, həm dərimizi qoruya bilərik. Və dedik ki, bunu biz ümumi danışırıq. Bunu da bilməyinizi istəyirəm ki, burada yaş kateqoriyaları bilinmir. Lakin biz bilirsiniz ki, peptid tərkibli kremlimiz də var ki, hansı ki, onun da tərkibində SPF var. Məsəl üçün, bunu hər bir kəs istifadə edə bilər. Yəni, yaş burada məhdudiyyət yoxdur. 18, 20, 22 hər bir kəs istifadə edə bilər. Peptidləri artıq biraz yaş, məsələn, 30-35-dən sonra biz tövsiyə edə bilirik. Yəni bugünkü danışdığım bəlkə sual ola bilər ki, mən axı peptid tərkibləri də demişəm Ramazan zamanı. Burada yaş faktorları da çox önəmlidir və ona görə də burada dəyişiklik salmağınızı istəmirəm. Və hal-hazırda Explode Aurum seriyasından olan bu nəmləndiricidir və bunu mən daha çox axşam rutininə salmağınızı istəyərdim bu oruçluq zamanı. Çünki biz dedik ki, dəri bariyerində hidrolipid qatı pozulur. Yəni su yağ qatından ibarət dərimizdə olan həmin qat pozulduğu üçün bizə elə tərkib lazımdır ki, biz onu bərpa edə bilək. Və ona görə sizə tövsiyə edəcəyim ən güclü komponent bu komponentdir ki, tərkibində jojoba yağı ilə şi yağı var. Bunlar dəri üçün çox önəmli yağlardır. Bu belə yağlı olsa da, teksturasını özünüz də görmüsünüz, yağlı kimi olsa da, lakin burada məsamət tıxanıqlıqları olmur. Çünki bu yağları dəri öz lipidinə oxşadır, sebumuna oxşadır və dəriyə qidalanma prosesini həyata keçirir. Və ona görə də bu yağlar əsasən həmin o lipid qatını gücləndirir. Gün ərzində bizim dərimiz yorulub, susuz qalıb, qlikozamız olmayıb, enerjisiz qalıbdır və gün ərzində itirdiyimiz o qoruyucu funksiyanı bərpa edir. Və ən önəmli, çox quruluq varsa da, dartılma hissi varsa da mütləq bu kremdən istifadə edə bilərsiniz. Yəni ümumi Ramazanda ən çox pozulan mexanizm üçün məhz bu krem tövsiyə edilir. Bəzən çox suallar gəlir. Bilirəm ki, sizlərə də gələcəkdir ki, bu baxımlar orucu pozurmu, pozmurmu? Gəlin bunu mən sizə ümumi olaraq bir biokimyatçı kimi izah edim. Xeyr, qətiyyən üz baxımları orucumuzu pozmur. Əsasən biz üz baxımı etdikdə bizim dərimizin üst qatında proses gedir. Sonra isə yavaş-yavaş bizim dermis, yəni epidermisdə proses baş verir, yavaş-yavaş dermis hissəmizə keçərək. Bəzi kiçik molekullar var ki, məsəl üçün məhsulların içində, bunlar da lipofilikdir. Lipofilik nədir? Yəni yağda həll olunan kiçik molekullardır. Bunlar da bizim qanımıza keçərək burada yəni çox az hissəsi keçir. Bu da qidalanma enerji təminatı sayılmır. Çünki bu həmin kiçik molekullar heç bir həzm sistemini aktivləşdirmir, heç bir ferment burada ifraz olmur. Yəni ümumi olaraq enerji üçün istifadə olunmur. Və ona görə də burada metabolik olaraq bu proses, bu üz baxımları oruç mexanizmini, yəni qətiyyən pozmur. Bunu da bilməyinizi istədim. Ramazanda çox önəmlidir ki, qida əlavələrini içmək və saatları çox önəmlidir ki, məsəl üçün hansı saatda içilməyə çox önəmlidir. Çünki bizim bədənimizdə həm kalori defisiti, həm mexanizm pozulmasına görə bu dəri solğunluğu, matlığını da biz müşahidə edirik. Və ona görə sizə gördüyünüz kimi burada iki məhsul tövsiyə edirəm oruçluq zamanı. Həmin bu dərinin bariyerini gücləndirmək üçün, su tutma balansını gücləndirmək üçün. Artıq bunları hər biriniz bilirəm ki, yaxşı bilirsiniz tərkiblərini. Yenə də ümumi olaraq qısa bir təqdimat etmək istəyirəm ki, bilirsiniz ki, bu
beauty milkshake'lərimizin tərkibində kollagen var. Bu bizim dəri strukturu, əsasən hüceyrənin matriksi üçün çox önəmlidir. C vitamini var kollagenin sintezi üçün. Gialuron turşusu var ki, nəmləndirmə üçün. Yəni ümumi olaraq bu devirdə dəri çox quruyur və quru dərilər üçün də xüsusilə bunu biz tövsiyə etməliyik. Gialurun turşusunun da əsas işi dermada su saxlamasıdır. Vitamin C tərkibində var ki, bu da eyni kollagenin sintezində istifadə olunur və dərini içdə su saxlamır. Bu məhsulun əsas işi gialurun hüceyrənin içində su saxlamanı artırır. Və burada da görürsüz iftardan sonra qəbulunu yazmışam. Gəlin bunun səbəbini bəzən biz normal həyatımızda bəli mən bunu səhər saatlarına deyirəm ki, məsələn gialurun turşusunu çalışın səhər saatlarında bol su ilə için. İndi gəlin niyə məsəl üçün oruçluqda biz bunu keçirdirik ki, iftar vaxtına? Səbəbi çünki bu bir turşudur və bunun işi maye balansını normallaşdırmaq deyil, bunun işi su tutma qabiliyyətini gücləndirməkdir. Gialurun turşusu hüceyrə arası daxil olaraq və bizə sərbəst maye lazımdır ki, yəni orada o su tutma qabiliyyəti güclənsin. Əgər bizim bədənimizdə yetərincə sərbəst maye olmadıqda, həmin bu turşunun aktivliyi zəif olur. Yəni çox zəif olur. Və bunun üçün də biz onu iftara salırıq. İftarda istər-istəməz maye qəbulumuz artır və bunun işi də istəmək-istəməz güclənir. Və bu ikisini də eyni iftarda içməyinizi tövsiyə etmirəm. Yəni yaxşı nəticə almaq üçün tövsiyə edərdim ki, iki məhsulun ikisini də istifadə edərik. Necə? Bir gün birini için, məsəl üçün bir gün birini içə bilərik. Çünki tərkibində gialurun turşusu olduğu üçün axşamda da bu biraz mədə narahatçılığı yaratdığı üçün ikisini də içməyi tövsiyə etməzdim. Hər iki məhsulu alıb, məsələn, bir gün birini, bir gün birini içə bilərik. Çünki bunun tərkibində əlavə kollagen də var. Buna da bizim ehtiyacımız olduğu üçün və burada gialuronun da biraz buna nisbətən az olduğu üçün balans yaratmaq üçün bir gün məsəl üçün beauty milkshake-ni, digər sabahsı gün isə gialuronu içə bilərsiniz. Və yaxud da yox bir insanda nəmləndirmə yetərincədirsə də, yəni deyir ki, yox mənim üzümdə quruma yoxdursa da bu proseslə üzləşmirəmsə, tamam, onda birini səhər imsakda, digərini isə iftarda qəbul edə bilərsiniz. Və ən önəmli mənim üçün bu əslində bir nutrisioloq olaraq mənim bütün oruçluq protokolumda hər kəsə yazdığım ilk qida əlavəsi omega 3-dür. Yəni mütləqdir ki, bu sırf bizim artıq dərimizlə deyil, bədənimizin mexanizmi ilə, bədəndə olan xroniki proseslə, iltihabı, yəni biz aclıq dövründə bəzən bilmədən immun sistemi də oyadırıq və immun sistemimiz də zəiflənir və ona görə bu olmazsa olmazındır və bunun dəriyə təsiri də oruçluq zamanı çox yüksəkdir ki, hansı ki dərinin bu hidrolipid qatını dəstəkləyir, quruluğu azaldır. Ən önəmli dəridə elastiklik artır. Və omega 3-ün dəriyə üçün bir sağlam bir balans olan bir köməkçi bir vasitədir və biz demək olar ki, onsuz da normal həyatımızda omega 3 bədənimiz normal almırdı, yəni qidalardan ala bilmirdik və bu dövrdə də daha çox ehtiyacımız var və ehtiyacdan əlavədə həmin o adaptasiya devri üçün bizim üçün köməkçi maddədir. Sinkın burada rolu nədir? Çınq dəri yenilənməsində, yəni sinkin işi dəri yenilənməsində, regenerasiyasında əsas rol oynayır. Və biz dedik ki, sebum normal balanslı şəkildə olmur. Yəni bəzən hətta yağlılıq arta bilər dəriyə görə, bəzən də daha çox dəri quru ola bilər. Və hətta səpkilərlə üzləşirik Ramazanda. Dediyim kimi dəridə olan toksini atdırır. Yəni əslində Ramazan bədənin yenilənməsi, toksinlərin atılmasıdır. Və bu atılan zaman bizim dərimiz həmin o toksinləri sızanaq kimi bizim dərimizdə biruzə verir. Əgər bizim dəri bariyerimiz güclü deyilsə də və onun yenilənməsi yoxsa da sızanaq ləkələrini biz yəni o şəkildə qalacaqdır. Hətta belə deyim, müqayisə edin. Məsələn, 20 yaşında uşağın 25 yaşında bir insanın sızanağı yeri tez sağalır. Əks halda 40-45 yaşlı bir insanın çünki dəri regenerasiyası zəif olur. Və burada da mütləq çınkın da önəmi və bu məqsədlə Ramazan günlərində içilməlidir.
Yekunda isə bunu demək istəyirəm, hörmətli əməkdaşlar. Ramazan dərini zəiflədən deyil, əksinə gücləndirən bir devirdir. Lakin bunu düzgün mexanizmdən anlayıb, düzgün biz dəstək göstərsək, əlbəttə ki, Ramazandan sonra bizim dərimiz daha da yeniləcək, daha da gözəl görsənəcəkdir. Və unutmayın ki, sağlam və parlaq dəri sadəcə kosmetik bir vasitələrlə deyil, onun yanaşması düzgün olmalıdır. Və bu gün də bizim məqsədimiz sadəcə görünüş deyil, bizim dərimizdə hüceyrə səviyyəsində sağlamlığı aşılamaqdır. Allah hər birinizin orucunu qəbul etsin. Bu mübarək ay sizə daxili sakitlik, sağlamlıq, balanslı, nurani bir dəri bəxş etsin. Hər birinizə təşəkkür edirəm. Təlimə qoşulduğunuz üçün, vaxt ayırdığınız üçün ümid edirəm ki, maraqlı təlim oldu, faydalana bildirdiniz. İnşallah bu təlimlərdən faydalanıb özünüzün iş həyatınızı daha da uğurlu edəcəksiniz. Çox sağ olun. Gələn təlimdə görüşmək ümidi ilə.